Stolumun üstü rəsmən doludur. Bugün sizlərlə Red Square və I.O. ailəsindən oyuncular üçün əla bir ekosistem yığacağıq. Elə isə gəlin, kutu açılışı ilə başlayaq. Gəlin birinci Red Square və 3X qulaqlığına yaxından baxaq. 3 fərqli bağlantı rejimi var. Yəni Bluetooth, radio və kabellə. Əgər istəsəz bunu telefonunuzda, kompüterinizdə, konsolunuzda, planşetinizdə, bütün cihazlarınızda istifadə edə bilərsiniz və rəngi çox möhtəşəmdir. Budur dostlar, bənövşəyi ağ rəngdə olan qulaqlığımız qarşımızdadır. Gördüyünüz kimi burada qatlanıb açıla bilən mikrofonu var və başda da bu formadadır. Çox rahatdır. Artıq mikrofonu da istifadə edib dostlarımla oyunda danışa bilərəm. Bəs necə qoşulur? 3 fərqli bağlantı rejimi var. Yəni həm PC-yə, həm konsola, həm də telefona rahat qoşulur. Yüngüllüyü bir yana, qaldıranda avtomatik sönən mikrofon da yaman pratikdir. İkinci, adamı asılı eləyən I.O. Type 68 Magnetic Black klaviaturası. Bunun olayı magnetik switchlərinin olmasıdır. Yəni düyməni nə qədər dərindən basacağını özün təyin edə bilirsən. Budur, klaviatura qarşımızdadır. Altı bu formada rənglidir. Üstündə isə magnetik switchlərini görə bilirik. Bu məhsul üçün xüsusi olan SnapTap xüsusiyyəti haqqında məlumat verim. FPS oyunlarında biz A-nı basılı saxlayanda oyuncu sola gedir. A-nı basılı saxlayıb D-ni bassaq, oyuncumuz dayanacaq. Amma əgər klaviaturanızda SnapTap xüsusiyyəti varsa, artıq D-yə bastığımız anda sağa hərəkət etmiş olacaq. Bu xüsusilə rəqabətçi FPS oyunları oynayanlar üçün maraqlı xüsusiyyətdir və qutuda əlavə olaraq bu cür klavişlər, switchlər və aksesuarlar yer alır. Üçüncü isə Red Square-in Alumix TKL Satori Wireless klaviaturasıdır. Tam fərqli bir estetika. Asiya mədəniyyətindən gələn o açıq tonlar masanın əsas ulduzu olmaq üçün yığılıb. Buradan Bluetooth-a çevirdikdə artıq klaviatura işə düşür. İstədiyiniz işıq rejiminə keçid edə bilərsiniz və xüsusilə də Asiya dizaynı doğrudan da xoşuma gəldi. Gəlin səs test edək. Çox qəşəngdir. Dördüncü və beşinci məhsulumuz. Ağ rəngdə əldə yox kimi hiss etdirən I.O. Aerox SES nişanı və onun masada yağ kimi sürüşməsi üçün I.O. MP Dark Lines mousepad-i. Mousepadimiz doğrudan da yekədir. Dostlar, dediyim kimi bu hələ qısa tanışlıq idi. Növbəti videoda xüsusilə bu iki klaviaturanı müqayisə etdirəcək və hər bir məhsul üçün xüsusi bir video yayımlayacağıq. Məhsullar indidən ürəyinizə yatdısa, profildəki linkdən birmarket.az, division.az, eləcə də kontakt.az mağazalarından əldə edə bilərsiniz. Növbəti videoları qaçırmamaq üçün izləmədə qalın. Hələlik.